Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Bugün yenə də siz Qopuz TV-dəsiniz. Sizinlə Qopuz TV-nin rəhbəri Azad İskəndərlidir. Əziz dostlar, bildiyiniz kimi bu bir neçə gündür ki, təbibə yeni rəhbər təyin olunub, Anar Bayramov. Demək, təbibə yeni təyin olunan rəhbərlikdən hal-hazırda ictimaiyyətin böyük bir ümidləri var. Hal-hazırda da onu cəmiyyətimiz gözləyir. Böyük ümidlərlə Anar Bayramovun apardığı kadr siyasətləri son günlərdə bütün ölkə ictimaiyyətinin tamamilə ürəyindəndir, tam şəkildə. Və indi biz əhali arasında olduğumuz üçün bunu daha çox sezirik, görürük və ona görə də qərara gəldik ki, bugün Anar müəllimin apardığı islahatlarla bağlı bir-iki kəlmə deyək. Ümumiyyətlə, Anar müəllimin özünün təyinatı ilə bağlı və bir neçə məlumatları həm buradan Anar müəllimin nəzərinə çatdıracaq, eyni zamanda da ölkə ictimaiyyətinə söz yox, bəzilərini bilirlər və bilmədiklərini də çatdırmağı düşünürük. Əziz tamaşaçılar, demək, bilirsiniz ki, ölkədə səhiyyə sistemində vəziyyət bugünə qədər hansı vəziyyətdə olub? Yəni ki, istər Bakının rayonlarında, istərsə də əyalət rayonlarında, xəstəxanalarda həm tibbi xidmət, vətəndaş məmnunluğu hansı səviyyədədir? Həm də ki, orada baş verən xəstəxanalarda baş verən olaylar, xəstəxanaya təyin olunmuş direktorların həyatı. Əziz dostlar, qoy birinci bundan başlayaq ki, bildiyiniz kimi rayonlarda, əyalət rayonlarında, ən çox biz əyalət rayonlarında oluruq, onlara təyin olunmuş xəstəxana rəhbərlərinin bir çoxunun ailəsində və özünün məişət vəziyyəti çox pisdir. Yəni, mən xəstəxana direktoru tanıyıram ki, əxlaqsızdır. Mən açıq şəkildə buradan deyirəm. Xəstəxana direktorları tanıyıram ki, əxlaqsız xanımlardır. Xanım demək olmasa da qadınlardır. Yəni, mən bunu məcburam buradan ifadə eləməkdə. Çünki həmin bu əxlaqsız qadınların insanlara nə örnək ola biləcəyi bizi çox düşündürür və həmin o rəhbərlik etdiyi təşkilatda o kollektivin hansı istiqamətdə nələr gördüyü bizim üçün maraqlıdır, eyni zamanda cəmiyyətimiz üçün. Ona görə də ilk növbədə mən buradan Anar müəllimdən, Anar Bayramovdan, yəni xətrini istədiyim Anar Bayramovdan, indi yox, Anar Bayramov o çekdə sədr olan vaxtından mən Anar müəllimə çox böyük hörmətim var və xətrində istəyirəm. Mən burada Anar müəllimə birbaşa ona müraciət edirəm buradan ki, Anar müəllim, xəstəxanalarda direktorlar ələl xüsusda əyalət rayonlarında xəstəxana direktorları artıq oliqarx olublar. Artıq bunlar oliqarx olublar, hamısı milyonçudurlar. Amma danışdıranda, dindirəndə hamısı ağlayır, biz acından ölürük, biz sadəcə əmək haqqına gözümüzü tikmişik, onu da benzin alırıq həmin əmək haqqı ilə, yarısını siqaretə veririk, evimizə doğru dürüst çörək pul apara bilmirik. Bu kimi şikayətlənirlər xəstəxana direktorları, hamısı da söylədikləri, danışdıqları yalandır. Bütün əhalimizə, hamısına gün kimi aydındır ki, xəstəxana direktorları yenə təkrar edirlər, oliqarxdılar rayonlarda. Və nəyin hesabınadır bu? Demək, biz baxırıq, mən sizə ən belə Anar müəllim qısa, xırda bir şeyin deyəcəm hələ onların. Məsələn, xəstəxanada xəstə baxıcısı, xadimələr 7.000 manat rüşvətdən başlayır. 7.000 manat rüşvət alaraq onlar işə qəbul olunurlar. Və özlərinə də hədə-qorxu gəlinir. Əgər bunu bir yerdə ağzından qaçırsan,
səni işindən çıxardacaq, pulunu da qaytarmayacaq. Yəni ki, belə bir qorxular içərisində onlar işləyirlər və onlar da məcburdular ki, xəstələr gələndə onları incitsinlər və onların öz vəzifələrini icra etməsinlər, yaxud öz vəzifələrini hansısa pul müqabilində yerinə yetirsinlər. Çünki məcburdular. Pul verib gəlib işləyirlər və beləliklə vətəndaş məmnunluğu da sıfıra enir. Xəstə baxıcıları var, gəlin, baxın, yoxlatdırın. Heç bir təhsil almayıblar, heç bir təlim keçmədən vətəndaşla ünsiyyət qaydalarını adıca bilmirlər. Necə vətəndaş məmnunluğu burada ola bilər ki? Niyə görə xəstə baxıcılarından sənəd tələb olunmur? Ona görə tələb olunmur ki, onlar yenə dediyim kimi 6 min, 7 min, 8 min manat rüşvət müqabilində işə götürürlər. Ona görə onlardan heç bir sənəd tələb olunmur. Bonuslarla bağlı sığortanın təşkili bir şöbədir, belə bir şöbə var xəstəxanalarda. Baxıb görəcəksiniz ki, orada demək, hansı formada orada aldadırlar, sığortaların bonuslar kəsilir həkimlərdən. 5 ay, 6 ayla həkimlərə bonuslar verilmir. Hələ üstəlik də xəstəxanalarda əmək haqqılar da verilmir. Təsəvvür edin ki, mart ayının əmək haqqısı aprel ayının 14-də verilib. Aprel ayının 14-də. Sonra da deyirlər ki, həkimlər rüşvət alır. Həkim rüşvət almasın, neynəsin? Yəni, təbibin vəziyyəti bu gündədir. Təbibin vəziyyəti bu gündədir. Doğum şöbələri bazardır. Doğum şöbələrində insanlar artıq boğaza yığılıblar. Nə qədər bu davam eləyər? Sovet dönəmindən bugünə qədər hələm də orada bir dəyişikliklər olmur. İnsanlar gəlib dünyaya uşaq gətirirlər, körpə gətirirlər, uşağı evə buraxmırlar. 100 manat, 200 manat pul tələb edirlər ki, ananı uşağı ilə evə buraxsınlar. Əks təqdirdə deyirlər, 1 ay, 2 ay burada qalmalısan sən. Analar təbii yolla dünyaya uşaq gətirə bilmirlər. Qeysəriyyə insanların həyatına girib. Təsəvvür edin ki, gedin dünyaya uşaq gətirən analara bir yoxlama aparın. Yoxlatdırın. Geniş miqyaslı yoxlamalar apartdırın doğum şöbələrində. Onda siz şahidi olacaqsınız ki, dünyaya uşaq gətirən anaların %90'ı Qeysəriyyə yolu ilə dünyaya uşaq gətirirlər. Niyə görə? Səbəb də odur ki, doğum şöbələrinin həkimləri Qeysəriyyədən 400 manat, rayonlardan deyirəm, 500 manat, 600 manat, hətta 800 manat damara baxıb qan alırlar. Analardan rüşvəti alırlar. Qeysəriyyə eləyirlər. Cərrah həkimlə bir yerdə pul bölürlər. Bir ay ərzində xəstəxana var ki, 250-300 nəfər qeysəriyyə olunur. 300. Qadın qeysəriyyə elə, yəni çox yüksək kateqoriyalı rayonlar yox, orta kateqoriyalı rayonlardan gedir hələ söhbət. Külli miqdarda pullar yığılır əhalidən. Səhiyyəni bu vəziyyətə gətirib çıxardıblar bura. Dərmanları satırlar. Dərmanlar ayrılır xəstələr üçün xəstəxananın içinə, anar müəllim. Həmin o ayrılan dərmanları xəstəxananın içərisində xəstələrə verilmir. Xəstəxananın apteklərində. Yenə də deyirəm, geniş miqyaslı, bunu da yoxlamalar aparılmalıdır. Və xəstəxana direktorlarının 90%, %90'ı məsuliyyətə cəlb olunmalıdır. Yoxlamaların nəticələrinə uyğun. Çox xahiş edirik, anar müəllim, biz sizə hər zaman dəstək vermişik, ölkə ictimaiyyəti olaraq bu günlərdə insan haqları təşkilatının rəhbəri olaraq, qeyri-hökumət təşkilatının rəhbəri olaraq, Qopuz media qrupunun rəhbəri olaraq
Mən sizdən xahiş edirəm, yoxlamaları artırın, yoxlamaların miqyasını genişləndirin Respublika üzrə. Biz də qeyri-hökumət təşkilatları olaraq, media qurumları olaraq hər zaman sizin yanınızda olacaq. Bunu biləsiniz ki, biz hər zaman sizə dəstək olacaq Anar müəllim. Çünki siz bizim dostumuzsunuz və sizin hələ çiçəkdə atdığınız o kəskin addımlar, rüşvətxorluqla korrupsiyaya qarşı apardığınız mübarizə hər birimizin xatirindədir. Neçə həkimlər siz çiçək sədri olanda rüşvətxor həkimlərin korrupsiyaya göndərilməsi, yönəldilməsi hər birimizin xatirindədir. Və sizin bu rüşvətlə korrupsiya apardığınız mübarizə. Ona görə də biz də ölkə ictimaiyyəti nümayəndələri olaraq hər zaman sizin yanınızda olacaq. Anar müəllim, ümidlər sizədir. Ümidlər sizədir. Çox rica olunur və xahiş edirik sizdən bu təbibdə yoxlamaları ən başlıca xahiş nədir əhalinin? Yoxlamaların miqyası böyüsün və dövlət xəstəxanalarında milyoner olmuş xəstəxana direktorları yoxlanılsın, məsuliyyətə cəlb olunsun bunlar hamısı. Çünki bunun başqa çıxış yolu yoxdur. Səhiyyədə başqa cürə bunlar çıxış yolu olmayacaq. Yəni, heç bir cürə burada inkişaf biz eləyə bilməyəcəyik. Bugünkü kadrlar, bugün təbibdə, səhiyyə sistemində qalıb fəaliyyətlərini davam etdirsələr, həm əhali tərəfindən bir mənalı qarşılanmayacaq bu. Eyni zamanda da heç bir dəyişiklik, yaxşılığa doğru heç bir inkişaf getməyəcək. Və biz də sizə ümidimiz böyüdür. Biz buradan Anar Bayramova dəstək olmağa hər bir Azərbaycan vətəndaşını çağırırıq və Anar Bayramov haqqında sizə məlumat verdik. Gözəl insan, gözəl rəhbər, rüşvətə, korrupsiya ilə barışmaz bir insandır. Ona görə də hər birimiz Anar müəllimin yanında olmalıyıq. Mən buradan Anar müəllimin təyinatı ilə, təbbə təyinatı ilə bağlı çox-çox təşəkkür edirəm dövlət rəhbərlərimizə və Anar müəllimin özünə də bir daha təşəkkür edirəm. Çox sağ olun Anar müəllim, axıracan, sonunacan yanınızdayıq. Tanrı Azərbaycanı qorusun, Tanrı səhiyyəmizi qorusun, Tanrı həkimlərimizi qorusun.